Hər birini salamlayıram, əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, bu günlərdə 9 mart 2025 buraxılış imtahanı oldu. Suallara ümumi baxmışam. Demək olar ki, sualların 25-i də topluda var idi. 25-i də. Və hər birini biz dəstə işləmişik. Sürət qruplarında və o əsasən də canlılarda da, həm də o sürət qruplarında demək olar ki, hamısını işləmişik. Ətraflılar da, digərlərdə. Kim yəni dəstədə bütün suallara baxıbsa, dərslərimizə qoşulanlar hamısını %100 yazıblar. İndi axırda da imtahanın o səviyyəsini deyəcəm ki, 2 martdan çətin idi, yoxsa asan idi. Və onu da xatırladım ki, artıq buraxılış bitdi. Bundan sonra istiqamətimiz blok sürət qruplarıdır. Yəni bloka aid sizlərə dəstək olacam. Bir də dərslərə qoşulmaq istəyənlər bu nömrəyə yaza bilər. Başlayaq birinci sualdan, 61-ci sualdan. Deməli, əziz şagirdlər, yazıb ki, ifadəsinin qiymətini tapın. Əziz şagirdlər, dərəcələr eyni olduğuna görə eyni kökün altında yazılır. 11 çıxılsın, kök 21 vurulsun, 11 plus kök 21. Yəni, eyni kökün altında olan da bu şəkildə. Və təbii ki, bu da müxtəsər vurma düsturudda A çıx B, A plus B. Birincinin kvartı çıx, ikincinin kvartı. 11-in kvartı 121 çıx, kök 21-in kvartı 21, o da kök altda 100. Buradan da nə çıxır cavab? Cavab 10 çıxır. C variantı. Keçək növbəti suala. Loqaritma aid demişdim, sual düşəcək. Loqaritma aid sual düşdü və çox asan bir sualdır. Birinci, burada elə bil həm vurğulara ayrıma var, həm də loqaritma var. İkisi də var. Məsələn, burasını gəlin sadələşdirək. 14-ün kvartı çıx, 10-un kvartı 14 çıx 10, 14 plus 10 bölünsün 24. Bu da 14-dən 10 çıxanda 4 vurulsun 24, bölünsün 24. 4. Buranı sadələşdirəndə 4 elədi. Oldu loqaritma 2 əsasdan 4. Bu da nə var ki? Bu da 4 nə deməkdir? 2-nin kvartı deməkdir. Bu 2 qabağa keçir. Su. 2 əsasdan 2 də onsuz 1 deməkdir. Cavab nə oldu? 2. B variantı. Aha. Bu sual bəlkə mən 50 dəfə işləmişəm bunu. Sürət qrupunda da, dərs qrupunda da və demişəm ki, bu sual düşəcək. İmenini vurğulamışam, gəldi düşdü. Keçən illərdə bu sual düşmüşdü, bu illərdə düşdü. 2 perpendikular müstəvi. Deməli, yadda saxlayın. Perpendikular müstəvi deyəndə biz nə etmək lazımdır? Həmin o perpendikular müstəvilərdən keçən xəttləri çəkmək lazımdır. Yazım, 2 perpendikular müstəvinin birindən 2, digərindən 4 cm məsafədə yerləşən nöqtədən. Tutaq ki, nöqtə buradadır. Nöqtə bu müstəvilərin birindən 2 cm məsafədədir. Deməli, bura 2 cm-dır. Digərindən də 4 cm məsafədədir. Deməli, burada 4-dür. Bizə deyir, həmin nöqtədən müstəvilərin kəsmə xəttinə qədər. Bax, bu O nöqtəsinə qədər məsafə. Bunu istəyir bizdən. Bu da buradan bura qədər 2 olduğuna görə burası da 2-dir. Onda 4 ilə A, O-nun kvadratı bərabər oldu. 2 ilə 4-ün kvadratları cəmi. 4-ün kvadratı, bir də 2-nin kvadratı. O da 16, 4, 20. A, O da bərabərdir 2 kök 5. Su. A variantı. A variantı. Sonra da bu şifahi bir sualdır. Yəni, aydın məsələdir ki, 25 çıx 5 A-dır. 5-i çıxardanda qalır 5 çıx A. Su. Qutardı, getdi. B variantı. Şifahi bir vurğulara ayırma sualı. Bu sualda yazıb ki, bərabərsizliyin ən böyük və ən kiçik tam əllərinin hasili. Əziz şagirdlər, ədəd oxu çəkəndə 6 buradadır, 6-nı almır. Mənfi 5,3 də buradadır. İndi mənfi 5,3 də bu yana doğru getdikcə nə olacaq? Bu yana doğru getdikcə mənfi 5, mənfi 4 belə davam edir. 6-dan da bu yana gələndə 5, 4 belə gəlir. Onda deməli, bərabərsizliyin ən böyük həlli nə oldu? Ən böyük həlli 5-dir. Ən kiçik həlli də mənfi 5-dir də. Mənfi 5-dir. So, hasili də mənfi 25-dir. Y variantı. Sonra, yazıb diaqonallarını sayı. Bundan dəfələrlə işlədim. Dedim ki, hər il düşür bundan. Asan olsa da düşür də. Diaqonalların sayı n vurulsun n-3 bölü 2 düsturu ilə tapılmır. Diaqonalların sayını bizə verib 9. Onda n vurulsun n-3 nəyə bərabərdir? 18. Yəni, diaqonalların sayı 9 isə n vur n-3 bölü 2 9, 18. Buradan da şifahidir. N bərabərdir neçədir? N bərabərdir 6-dır da şifahidə. Vurub açıb diskriminantla uzatmağa ehtiyac yoxdur. Çünki 6-nı vuranda 6-dan 3 çıxanda 3-ə 6 üçün 18 n 6-dır. Deməli, cavab D variantı. Tərəflərin sayını istəyir. Çoxluq. Demişdim ki, həmişə çoxluq düşür. Özü də demişdim ki, bunu necə yazmaq lazımdır? Bu. Qulaq as, yazıb kəsişməsi boş olmayan. Bax, bu nə deməkdir? Kəsişməsi boş olmayan o deməkdir ki, bu kəsişir. Topluda 50 dənə var, işləmişik. Kəsişməsi boş. Bax, bura A çoxluğudur. Bura B çoxluğudur. Bura A çıx B-dir. Bura B çıx A-dır. Burada A ilə B-nin kəsişməsidir. İndi A çıx B 6-dır. B çıx A 4-dür. Birləşmə. Ümumiyyətlə, bunun düsturu var da. Yəni, düsturdur bu. A ilə B-nin birləşməsi bərabərdir.
açıq B plus açıq B plus B çıx A plus kəsişmə. Bu düstur da buradan çıxır da. Yəni, bu üçün toplamaq lazımdır ki, birləşməni versin. İndi burada məsələ nədir? Bu bilmirəm neçədir. Birləşməni istəyir bizdən. İndi qulaq as. Açıq B neçə dənədir? Bu 6 dənədir. Bu 4 dənədir. İndi yazıb ki, ən kiçik qiyməti. Əlbəttə ki, birləşmənin kiçik olması üçün bu A kəsişmə B kiçik olmalıdır. Bunun da ən kiçik qiyməti 1-dir də. Çünki bunlar kəsişməsi boş deyil. Yəni 0 götürə bilməzsən. Çünki kəsişmə boş deyil. Kəsişmədə nəsə var. Ən az da olduğuna görə bir dənə. 6, 4, 10, o da 1, 11. Deməli, 11. Xatırladım ki, bu test bizim şagirdlərin testi deyil. Başqa bir şagirdin testidir. Yəni bizim şagirdlərin testi deyil. Kürə. Düzdür. Biraz bizi allatdılar müəyyən mənada. Çünki 2 martda kürə düşmüşdü. Biz dedik ki, çox faiz silindr konus alacaq. Amma demişdim ki, yenə kürə sala bilərlər. Salsalar da onsuz da həcmdir, tam sətdir də. Kürədə 2 dənə şey var. Həcmdir, tam sətdir. Həcminin düsturu 3-də 4 pi kubdur. Sətinin də sahəsi, sətinin sahəsi nəyə bərabərdir? 4 pi kvadrat. Yenə kürə salıblar. Özdə bu sualın eynisi topluda var. Mən o seçib atmışdım, orada var idi. Yazıb 2 kürədən birinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Aha. Onda yazıb birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür. Yadda saxlayın ki, belə deyək, həcmlər nisbəti deməli, bərabərdir. Həcmlər nisbəti bərabərdir. Tərəflər nisbətinin kubuna. Yəni, həcmlər nisbəti, yəni həcmlə tərəf arasında əlaqə kubikdir. Yəni, kublandır. Amma sahələr nisbəti isə tərəflər nisbətinin kvadratı ilə elə bil mütənasibdir. Onda 2 kürə birinin həcmi ikincidən 27 dəfə böyükdürsə, onda burada V1 V2-dən 27 dəfə böyüksə, burada elə bil 3-ün kubu eləyir. Yəni 3-ün kubu olur. Çünki 27 dəfə böyükdür axı. V1 V2-dən 27 dəfə böyükdür. Yəni buna elə bil götürüb V1-ə 27 V2 versək 27. Yəni onda A1 bölü A2 nəyə bərabər olur? 3-ə. Onda burada da sahələr nisbəti tərəflər nisbətinin kvadratıdır. Tərəflər nisbəti 3-dürsə kvadratı 9. Deməli 9 dəfə böyükdür. Yəni birinci kürənin səthinin sahəsi, ikincinin səthinin sahəsindən 9 dəfə böyükdür. Çünki həcmlər nisbəti kubik asılıdır, sahələr nisbəti kvadratik asılıdır. Burada dəfələrlə topluda eynisi var bu sualın. Burada yəni hamımız bilirik ki, bunun həlli olması üçün bu nə olmalıdır? Mənfi 1 ilə 1 arasında olmalıdır. Çünki sinusla kosinus mənfi 1 arasında qiymət var. Başqa yerdə qiyməti yoxdur onun. Mənfi 1 olmalı. Orada A minus 1 də bərabərdir. 2-ni vuranda mənfi 2 ilə 2. Onda A da bərabərdir. Mənfi 2 plus 1. Mənfi 1, 3. Mənfi 1, 3. B variantı. Mənfi 1, 3. Burada köçürmə sualıdır. Paralel köçürtmə. Bunun kopyası topluda var. Deməli, burada nə ediblər? X-in üstə 4 gəliblər. Y-in üstə 1. Sən də burada X-in üstünə 4 gələcəksən. X-i mənfi 3-dür. Üstünə 4 gələndə 1 eləyir. 2, Y-i 2-dir. Burada da Y-in üstə 1 gəlir. 2-nin üstə 1 gələndə 3 eləyir. Sonra yəni orada hər şey sənə göstərib paralel köçürtmədə şifahi bir sualdır. Burada yazıb ki, silsilənin Y-in hansı qiymətinə ədədləri ədədi silsilənin ardıcıl hədləri olar. Ədədi silsilədə bir xassə var idi də, ortadakı bərabər idi. Qıraqdakıların cəminin yarısını. Yəni ədədi silsilədə xassədir bu. Ortadakı bərabərdir, qıraqdakıların cəminin yarısı. O düstur vardı. N ilə K-nın cəmini, daha doğrusu N ilə M-in cəminin yarısı K-dırsa, AN ilə də AM-in cəminin yarısı. Yəni bu da ortadakı bərabərdir, qıraqdakıların cəminin yarısı. Onda bu da Y mənfi Y getdi. 6-dan 2 çıxanda 4, 4-ü də 2-yə böləndə 2. Deməli 3 minus Y bərabər olur 2. Onda bir dəfə olduğu kimi bərabər edirsən, bir dəfə də bərabər edirsən bunun əksinə. Yəni bir dəfə olduğu kimi, bir dəfə də əksi. Onda buradan da Y bərabərdir 1. Buradan da Y bərabərdir 5. 1, 5. Cavab C variantı. Burada bu sualı keçən gün bizim sınaqlar qrupumuzun testində var idi. Bir izah eləmişdim. Hətta şeydə də var idi bu sual. DİM 20 sınaqda da var idi bu sual. Deyir, neçəsi irrasionaldır? Yadda saxlayın ki, pi həmişə irrasionaldır. Kök 3 irrasionaldır. Kök 9-dan kök çıxdığına görə irrasional deyil. Bu da rasionaldır. Bu kökdən çıxmadığına görə irrasionaldır. Bu rasionaldır. Bu kökdən çıxmır. İrrasionaldır. Bunların hamısı rasionaldır. Deməli, 1, 2, 3, 4. Hə, nə deyir ki?
Hə, hansı hissəsi deyir. Neçəsi yox, hansı hissəsi. Təbii ki, ümumi cədvəldə neçə dənə ədəd var? Ümumi cədvəldə 5 dənə ədəd var. Burada da 5 dənə yox, 10 dənə ədəd var. Burada da 4 dənəsi oldu irrasional. İndi 4 5-in hansı, 4 10-un hansı hissəsidir? Çünki 4 dənə irrasional ədəd var, 10 dənə də ümumi ədəd var. Ona görə biz də deyik, irrasional hansı hissəsidir? 4-ü 10-a bölürsən, oldu 0,4 hissəsi. A variantı. Sonra bu sualda faiz məsələsi demişdim ki, faiz düşəcək, faiz gəlib. Yazıb şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. Deməli, uşaqlar, bu o deməkdir ki, nə qədər çuğundur varsa, o çuğundurun 20% şəkərdir. Bizdə də 80 çuğundur var, 80-ın 20%. Neynir? 16. Şifahi suallardır bunlar. Yəni, yenə deyirəm, kütlənin 20% qədərdir, 80 ton varsa 80-ın 20%. Gələk bu suala. Trigonometriyadan demişdim ki, funksiyalara aid bir sual düşəcək. Çox sadə bir sualdır. Gəlin görək necə yazırıq. Çox asan. Necə? 4 sinus kvadrat alfa. Gəlin, buradakı 4 kosinus kvadrat yoxdur. Bunu da bunun yanında yazıram da. Toplananların yerini dəyişəndə bir şey dəyişmir. Burada da vurub açacağım. Birincisi sən bilməlisən ki, tangens kvadrat nə deməkdir? Tangens kvadrat sinus kvadrat bölünsün kosinus kvadrat deməkdir. Və sən bunu içəri vuranda, içəri vuranda bu məxrəzdəki kosinusdan getdi. Qaldı mənfi sinus kvadrat. Eləcə də bu kosinus kvadratı 1-ə də vuranda kosinus kvadratda, amma qabağındakı mənfiyə görə mənfi kosinus kvadrat. İndi burada 4 sinus kvadratdan sinus kvadrat çıxanda 3 sinus kvadrat. Burada 4 sinus, bir dəqiqə, bu kosinus kvadratdır. 4 kosinus kvadratdan kosinus kvadrat çıxanda 3 kosinus kvadrat. 3-ü də çıxardanda mötərizə xaricində qalır sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Bu da cəm 1-dirsə 3 1-in 3. Cavab 3-dür. Yəni burada nə baş verdi? Sadəcə olaraq 4 kosinus kvadratı bu sinus kvadratın yanında yazdım. Bu da sinus böl kosinus deməkdir. Kosinusu vurub açanda sadələşdi. Çox sadə bir sualdır. Yəni bizim işlədiklərimizin qarşısında işdir. Sonra rasional kəsrlərə aid bir sualdır. Çox asan bir sualdır. Yuxarıda bax bu ikisindən x kvadratı çıxardanda yerdə qalır x minus 3. Yox, elə yox. Burada nə edəcəksən? X kubla 1-i götürürsən. X kub çıx 1. X kub çıx 1. Buradan da ikisi qalır. Mənfi 3x kvadrat plus 3x. Yəni x kubla 1-i götürdüm. Aşağıdan 2-ni çıxardırsan qalır x kvadrat çıx 1. Böləndə tərsinə vurulmurdu. X plus 1 bölünsün, x kvadrat minus 2x plus 1. Sonra, burada kublar fərqi düsturuna görə x minus 1, x kvadrat plus x plus 1. Buradan da ikisindən 3x-i çıxardanda qalır ki, x minus 1. Buradan da 2 çıxır, qalır x minus 1, x plus 1. Vurulsun, x plus 1 bölünsün, x kvadrat minus 2x plus 1. Onda yuxarıdan x minus 1 təzdən çıxır. X minus 1 çıxdı. Yerdə qaldı x kvadrat plus x-dir. Buradan da x minus 1-i çıxartdım. Burada mənfi 3x qalıb da. Bu x-dan da 3x-i çıxanda mənfi 2x plus 1. Yəni mən sadəcə buradan ortaq vurub x minus 1-i çıxartdım və bundan da bunu çıxdım. Aşağıda olduğu kimi qalıb x minus 1, x plus 1. Cavab çıxdı. Bölünsün x kvadrat minus 2x plus 1. İndi bax. X kvadrat minus 2x plus 1, minus 2x plus 1, x plus 1 ilə x plus 1 getdi, x minus 1, x plus 1, 2-də 1. 2-də 1 o da 0,5 eləyir. Cavab oldu 0,5. Yaxşı yazır? Hə? Sonra bu sual. Yazıb ki, topluda var eynisi bunun. Eynisi var topluda. Yazıb ki, uyğun tərəfləri paralel olan bucaqlardan İki bucaqdan biri o birinin 80%-dir. Hamımız bilirik ki, uyğun tərəfə paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180. Təbii ki, burada bir-birinə bərabər deyil, çünki biri o birinin 80%-dir. Deməli, cəmləri 180-dir. Onda birinə alfa deyirəm, biri də o birinin 80%-dirsə, o birisi də alfa vur 80 bölü 100, 80%-dir. Yəni, onda 8 alfa. Yəni, biri digərinin onda 8-dir. Onda bunların cəmi 180-dir. Alfa ilə onda 8 alfanın cəmi 180-dırsa, bu da eləyəcək 10-da, 18 alfa, bərabərdir 180. 18-dən 18 getdi, 10 qaldı, onu da 10-a vuranda alfa 100. Alfa 100-dürsə, o birisi də aydın məsələdir ki, 80-dir də, cəmləri 180 tax. Böyük bucağı istəyir 100. Yəni, toplu sualı, ilk anlaşlar sualı şifahi və sadə. Bu da toplu sualı. Keçən gün demişdim ki, loqaritmadan 2 dənə düşür, biri üslü, biri loqaritma gəldi. 3 vurulsun 5 üstü x plus. 5 üstü x plus 1 deyil, bunu belə yazacaqsan da, 5 üstü x vur 5 kimi yazacaqsan.
Burada elə bir belə deyək də, 3 dənə 5 üstü x, 5 dənə 5 üstü x. Bu da o deməkdir ki, 8 dənə 5 üstü x. Onda 5 üstü x bərabərdir 208-ə böləndə 25. 25 də 5-in kvadratıdır. Əsaslar bərabərsə qüvvətlər bərabərdir. x2. Cavab 2. Burada kompleks ədəd demişdim düşəcək, yenə gəldi düşdü. Sadəcə birinci bunu sadələşdirmək lazımdır. i üstü 5. Demişdik ki, qüvvəti nə etmək lazımdır? 4-ə bölüb qalığı götürmək lazımdır. i-nin qüvvəti verilibsə. 5-i 4-ə böləndə nə edir? Qalıq 1 qalır. i üstü 1 elə bu i deməkdir. i üstü 35-dir. Burada da qüvvəti 4-ə bölüb qalığı götürmək lazımdır. 4-ə böləndə nə olacaq? 35-i. 35-i 4-ə böləndə i-nin kubu qalır da. 8, 4, 32 i-nin kubu. i-nin kubu da yadda saxlayın ki, i kvadrat vur i deməkdir. Yəni mənfi 1-i i-yə vuranda mənfi i. Onda elə bir Z1 ədədimiz belə oldu. i üstü 5 i-yə bərabər oldu. Yəni oldu 9 çıxılsın x i. Z2 ilə bərabər oldu y. Burada i üstü 35 mənfi i-dir. Olur mənfi 6 i. Yazıb ki, qoşma komu. Yadda saxlayın. Kompleks ədədin qoşmasında həqiqi ədəd olduğu kimi qalırdı. Kompleks ədəd isə əksinə dəyişir. Yəni kompleks ədədlər qoşmadılarsa həqiqi isə dəyişmir. Elə y 9-dur. Xəyali əksinə. Məsələn, burada bunun xəyali hissəsi mənfi x-dir. Bu bərabərdir digərinin əksi, yəni xəyali hissəsinin əksinə. Burada mənfi 6-dır, əksi 6. Onda buradan da x bərabər mənfi 6. İndi bizdən deyir x və y ədədlərinin cəmini tap. 9 ilə mənfi 6-nın cəmini neçə edir? 3. Cavab 3. Caner? Canımsın. Neçənci sual idi? Neçənci sual idi? 78 idi. Hə. Suallarda yoxdur. Aha. Deməli, uşaqlar, ətraflılara baxırıq. Ətraflılar, yəni su asanı. Bax, yazıb aqzalında hər sıradakı yerlərin sayı sıranın sayından 8 vaxt çoxdur. Onda gəlin belə yazaq. Yer sayı, sıra sayı. Tutaq ki, sıranın sayı olsun x. Elə bil tamaşaya, filmə baxmağa gedirsiniz və yaxud da məktəbdə oturmuşsunuz. Elə sizin o nömrə verirlər, sıra sayı var, bir də ya sıradakı yerlərin sayı. Məsələn, 1 sıra, 2 sıra, məsələn, 1 sırada 6 nəfər oturub, deməli, ikincidə də 6 nəfər oturub. Onda sinifin hamısının sayını tapanda nə edirsən? Sıranın sayını sıradakı yerlərin sayına vursan. Məsələn, 5 dənə sıra var, hər sırada 6 nəfər oturub. 5-i 6-ya vursan, sıranın sayını, yəni yerin sayına vursan, olur ümumi sinifin sayı. Bu da həmin söhbətdir. Yazıb ki, hər sıradakı yerlərin sayı sıranın sayına 8 vahid çoxdur. Onda sıranın sayı yerin sayına 8 vahid çoxdursa, yerin sayı x plus 8. Onda sıranın sayını yerin sayına vurursan, bərabər olur 384. Nə oldu canım? 24 yazdım. Şahitlərdən biri. Bir dənə adi səhv edib kompleksdə. Mal da. Burada vuranda bunu mən tez bazar tapmaq istəyirəm. 16 ilə 24. İndi nə bilsin şagird yazıq imtahanda bunu. Diskriminatla məcbur getməlidir də. Hə, məcbur canını sıxmalıdır. Yəni başqa bunu şifahi sən asan bir şey deyil şifahi. Neçə oldu x deməli 16. Yəni mən burada test çəkmək üçün deyirəm, diskriminatla gedib tapmaz. X 16-dır. Amma yəni siz məcbursunuz diskriminata gedəsiniz. Onda deməli sıraların sayı, bizdə sıranın sayı 16-dır. Bax, birdən yerin sayını soruşa bilərdi ya. Yerin sayını soruşsaydı olacaqdı 24. Sıranın sayı ama x-dir. Orada diqqətli olun. Səndən sıranın sayını istəyir. Bu 80-cı sual kopyası topluda var. Yəni birə-bir eynisidir topluda. Yazıb ki, ABC'li düzbucaqlının B təpəsindən belə bir çəkilib. Bu Evklit teoremində yazıb ki, AM 9-dur. Buranı 9 verib. MCN'də 16 verib. Bu da H. Yəni düzbucaqlı üçbucaqda Pifagor teoremi belə deyil. Yəni düzbucaqlı üçbucaq düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı bərabərdir ayırdığı hissələrin hasilinə. 225, yox, 144. H da 12-dir. Deməli H 12-dir. Onda biz düzbucağın sahəsi. Məsələn, burada ABC-nin sahəsini necə tapırsan? ABC üçbucağının sahəsi. ABC üçbucağının sahəsini tapanda bunun hündürlüyü vurulur. Oturacağına bölünür 2. 12 vurulur. 9, 16, 25, o da böl 2. 6, 25-i neçə eləyir? 150. Deməli, onda bu yuxarı hissənin sahəsi 150-dirsə, aşağının da sahəsi 150-dir. Çünki düzbucağlının diaqonal sahə yarı bölür. Bura 150-dirsə, burada deməli 150-dir. Ümumi nə qədər elədi? 300. Və salam, qutardı, getdi. Hesab səhvi inşallah eləmədik. Aha, ehtimal. İstəyirəm tez bazar obrisləri cavablayayım, ora keçəcəm. Ehtimalı axırda cavablayacağım. Tez bazar bunları istəyirəm cavablayam. Deməli, uşaqlar, şəkili görürsünüz yəqin ki. Yazıb ABC üçbucağında AB və AC tərəfləri
mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq toxunur. Yəni bunlar toxunmalardır. Yazıb ki, ABC, B bucağın bizə nə qədər verib? 40. B bucağın bizə 40 verib və deyir ki, KMC qövsünün dərəcə ölçüsünü tapın. KMC-ni tapın. Bu, hə, indi nə edəcəyik? Bura 90 deyil. Bura 90-dır. Niyə görə? Radius həmişə toxunana 50 dəfə demişəm, perpendikulyardır. 40, 90 bura nə oldu? 50. Keçən gün bundan nə qədər biz sual işlədik? Dedik ki, çevrəyə 2 toxunan çəkəndə həmin toxunanların arasında qalan bucaqla özünə yaxın olan qövsün cəmi nəyə bərabərdir? 180-ə. 50 dəfə işləmişik. Deməli 50-dir, bu da nə olacaq onda bu? 130 olmayacaq. Cəmləri 180 olmalıdır, şifayət. Keçən imtahanda prizma düşmüşdü. Dedim ki, piramida düşə bilər, paralelipiped də düşə bilər, amma prizma da düşə bilər. Dedim ki, düşəndə də asan şey düşəcək. Sadəcə düsturu yerinə qoy, cavab çıxsın. Düşdü də. Deməli, bizə piramidanın tam səthinin sahəsini 360 verib. Piramidanın tam səthinin sahəsi nəyə bərabərdir? S-yan plus S oturacaq düsturu ilə tapılmır. Tam səthinin sahəsini neçə verib? 360 verib. Oturacağın sahəsində burada nə yazıb? 100. Onda belə çıxır ki, 360-dan 100 çıxanda S-yan nəyə bərabərdir? 260-a. Və demişdim sizə, bu 3 dənə düsturu bilmək lazımdır. Tam səthinin sahəsi, yan səthinin sahəsi, həcmi. Yan səthinin sahəsi nəyə bərabərdir? P oturacaq vur H. H da o hündürlüyü deyildi, ya, apofem idi. Onda, hə? Bölü 2 də var da piramidada. Bəli, 2-də 1. 2-də 1. Yəni 2-də 1 P oturacaq vur H. İndi burada deməli, tam səthinin sahəsi, bəli, düzgün piramida. Düzgün piramida o deməkdir ki, bunun oturacağı nədir? Bunun oturacağı kvadratdır. İndi burada oturacağın sahəsi 100 kvadratın tərəfinə bir A desəm, onda A kvadrat bərabər 100-dürsə, A bərabər 10. Kvadratın tərəfi 10-dursa, kvadratın perimetri 40. Oldu, 2-də 1 vurulsun 40, vur H apofem bərabər 260, 0-la 0 getdi, 2-ilə 4 getdi, 2, H da bərabər 13. Su, apofem 13. Yəni, düsturu qoy, cavabı çıxartda bunu demişdik də, 3 dənə düsturu öyrənmək nə çətin bir şeydir. Və demişdik ki, düzgün 4 bucaqlı piramida deyəndə, bu sual, yəni, əslində bu sualı ehtimal dərsində elə bir bunun ehtimal hissəsini soruşur. Orada da sistemlə həll edib tapsın. Burada sistem tənlid, çox şifahi bir sual. Hər şey baxan kimi görsənir. Deməli, oğlanla qız, Y-dənə budur 3x-dən, cəmi 21. Deməli, Y plus 3x bərabər, yabırçılıq 21. 2Y-lə də x-in cəmi nəyə bərabərdir? 17. İndi yuxarını, məsələn, vuraq 2-yə yuxarını. 2y-ə vuranda 2y, 2-ni 3x-ə vuranda 6x, 2-1-ni 2, 2-ni 4. Yuxarıdan aşağı çıxanda 2y-dən 2y çıxanda 0. 6x-dan x çıxanda 5x. 42-dən 17 çıxanda 12-dən 7, 5. 3-dən 1, x5. x5-sə aparıb x-in yenə 5 qoyanda 15, 21-dən 15 çıxanda 6. Səndən soruşurdu ki, diqqətli ol burada. Bu qrupda boyu 170-dən çox olan oğlanların sayı. 170-dən çox olanlar budur. Oğlanlar da 2y idi. Y-də 6-dırsa 12. Boyu 170-dən yuxarı olanlar 12 nəfərdir. Gəldik nəhayət belə bir suala. Keçən imtahanda da, yəni 2 mart imtahanında da sonuncu sualda bu qədər yəni düşmüşdü də bundan. Yenə düşüb bundan. Bunun təpə nöqtələri nədir? Bunun təpə nöqtələrini istəyirsən MN düsturuna tap. Bildiyin M bərabər mənfi B bölü 2A. N də bərabərdir 4AC minus B kvadrat böl 4A. Burada A-sı nədir? 1-dir. B-si nədir? 8-dir. C-si nədir? 18-dir. B-si mənfi 8-dir. Amma mən bunu belə tapmayacağım. Bunu necə tapacağam? X kvadrat çıxılsın 8x. 18-i yazıram 16 plus 2 kimi. 18-i parçaladım 16 plus 2 kimi yazdım. Bura bizə nəyi verdi? X minus 4-ün kvadratı plus 2. Deməli, Y bərabərdir A vurulsun X minus M-in kvadratı plus M. Uşaqlar demişdi axı, burada mötərizənin içərisində sıfıra çevirən qiymət M-dir. Deməli, M nədir? 4. N nədir? 2. Deməli, burada məsələ nədir? Biz təpə nöqtəni tapdıq. M-in tapıldı. M4-dür, N2-dir. İndi qulaq as. M-in də birinci M yazılırdı, sonra N yazılırdı da. Belə. Uşaqlardan gələn var. Aha, nə yazır? Bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevirmələrindən alınan parabolların təpə nöqtələri uyğun olaraq bu nöqtələrdir. Biz bunu təpə nöqtələri çevirsək, geri cavabı tapacağıq da, hə? Yoxsa birbaşa funksiyada... Təpə nöqtə bəs edir. Ancaq təpə nöqtə yerində dəyişir. Hə, x, y-ə heç ehtiyac yoxdur uzatmağa. X, y-ə də qoysaq da verərdi, prosto o uzun gedər. Ən yaxşısı budur. Bu sualdan topluda da olmalıdır səhv etməsi. Ya da çıxarıblar onu topludan, əvvəl var idi. Var? Hə, var olmalıdır da deyirəm. Deməli, biz təpə nöqtəni tapdıq. İndi birinci nəyi yazıq burada? Absis oxu.
Absis oxuna nəzərən olanda nə olacaq? 4 mənfi 2. Düzdür? Sonra ardıcıl demir ha. Bu sadəcə elə bir hər birini dəyişirsən. Koordinat başlanğıcı nə olacaq? Mənfi 4, mənfi 2. Sonra nə edək? Y oxuna nəzərən, hə? Oradan oxuna nəzərən. Mənfi 4, 2. İndi biz bunları nə etməliyik? Qeyd eləməliyik bunları. Sadəcə burada BCD nöqtələrdir. A nöqtəsi deyil. A zaten şeyin özüdür. Hə, A buradadır. A-nın özü də vurub burada. A-nın özü də elə 4-2-dir. A-nın özü də 4-2-dir. İndi mən istəyirəm bunları harda qeyd edeyim? Allaha xoş getsin. Tez onun üzərində qeyd edeyik. Hə, bu markeri çıxardan. Bu markeri niyə bura vermirlər axı? Buradan birini götürürəm. Tələsirəm burada. Deməli, uşaqlar, bu silinməyəcək. Ay sənin mən nə deyim? Geliyor ben. O birini yapalım. Söküb dağıdacaq buraları. Arkadaş size tez gelsin izahlar diye. Videoları tezləşdirmək üçün qaç oradan maşın get. Deməli, 4 mənfi 2. 4 mənfi 2 də bizim nöqtəmizin biridir. Burada özü də uyğun olaraq yazıb, bax. Uyğun olaraq yazıb B nöqtəsi. B nöqtəsi nə yazmışdı? Uyğun olaraq B nöqtəsi. Deməli, söhbət 4-2-dən gedir. Birinci B nöqtəsi 4 mənfi 2. X-i 4, X-i 4, Y-i mənfi 2. Sən diqqətlə bax gör, səhv tələsirəm, səhv getməsin. Geçe yazdım. Aha, yəni səhv getməsin də tələsirəm mən. Normal. 4 tane simetrik yazdım. 4 mənfi 2. O birisi nədir? Mənfi 4 mənfi 2. Koordinat başlanğıcı. Mənfi 4 mənfi 2. X-i mənfi 4. Mənfi 4, bu da mənfi 2. Bu da o müsbət yuxarıda olan. Mənfi 2. Bu oldu, yəni orada ardıcıllıq var. Bu oldu. A, B, C. C-dir də bu, hə? Mənfi 4 mənfi 2. Sonra burada A zaten özüydü. A özüdür, 4, 2. X-i 4, Y-i 2. A nöqtəsi 4, 2. O bir tərəfdə. Bu da bu belə. Bəli, bu da D. mənfi 4, 2. D nöqtəsi. Şu perimetri istəyir. Bəli, indi bizdə nə istəyir? Perimetr. Sonra bu 4 bucaq oldu. Düzəldirsən burada 4 bucaq. Bura koordinat başlanğıcıdır. Burada 0-dan 2-yə qədər məsafə 2. 0-dan mənfi 2-yə qədər məsafə 2. Onda bura nə oldu? 4. Onda burada avtomatik 4-dür. Bu 0-dan 4-ə qədər 4. 0-dan 4-ə qədər 4. Bura nə oldu? Canımsan. P bərabərdir. 2 vurulsun 8 plus 4. 12-ni də 2-yə vuranda neçə edir? 24. Əla, mükəmməl. Bu şəkildə, yəni simmetrik çevirməsindən rahat şəkildə bunu yazırsan, cavab çıxır, eləyir 24. İndi qaldı ehtimal. Ehtimalda görək biz hara getdik? Aşağıda şey deyəsən. Aha, baxın bir dənə görüm nə istəyir bizdən. Yazıb ki, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10 və 20 olan kupon paylayıblar. Onda belə yazaq da. 5 azın, 10 azın, 20 azın. Bu 5 azınlardan nə qədərdir bilmirəm. X dənə, X dənədir 5 manatlar. Y dənə 10 manatlar, Z dənə də 20 manatlar. Amma bunların üçünün cəmi nə qədərdir? 28-dir. Çünki sənə şərtdə yazıb ki, 5, 10 və 20 dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim. Elə biz zərflərin içində bunlar var da. Hərəsində bunlar var. 28 dənədir. Yazıb 20 azınlıq kuponların sayı 10 azınlıqlar 2 dəfə azdır. Deməli, Caner, bunu belə də yaza bilərik. 20 azınlar 10 azınlardan 2 dəfə azdırsa, bu 2Z-dir. Bu 2Z-dir. Bəli, bunun yerinə 2Z yazaq. Çünki şərtdə sənə verib ki, 20-lər 10 azınlarda 2 dəfə azdır. Bu Z-dirsə, bu 2Z. Sonra yazıb ki, 5 azınlıq kuponlardan 16 ədəd azdır. Yəni, söhbət 20 azınlıqlardan gedir. 20 manatlıqlar 5 manatlıqlardan nə qədər azdır? 16 dəfə azdır. 16 ədəd azdır, yox. 20 azınlıqlar, 5 azınlıqlar 16. Hə, 16 dənə bundan azdır. 16 dənə bundan azdırsa, deməli bu Z plus 16-dır da. Bu Z plus 16-dır ki, 20 azınlıqlar, 5 azınlıqlar 16 dənə azdır. Hamısının da cəmi 28 deyil. Z plus 16 plus 2Z plus Z nəyə bərabərdir? 28-ə. Z, Z, 4Z, 8-dən 6, 2, 2-dən 1, 12, Z-dən neçə edir? 3. Deməli, bundan nə qədərdir? 19 dənə bundan var. 6 dənə bundan var, 2 üçün. 3 dənə də bundan var. Bir sistem tənlik kimi həll elədik də, yəni o məsələ kimi. Yazıb, müştərinin təsadüfi seçdiyi 2 zərf. Deməli, ehtimal nə idi? Əlverişli halların ümumi hallara nisbəti. Ümumilikdə 28 zərf var. Neçəsini seçir? 2-sini seçir. 28-dən 2. Deyir, ümumilikdə 30 azın dəyərində olması hadisəsinin ehtimalı.
2 dənə şeyin cəmi 30 edir. Bəli, deməli kuponlar olmalıdır 30 azın. Nə ilə nəyi toplayanda 30 azını eləyə bilər? Biri 10 olmalıdır, biri də 20 olmalıdır. Hərəsindən bir dənə götürməlidir. Başqa cəmi 30 ilə nə edə bilərsən ki sən? 20 ilə 5, 5 ilə 10 yox. Hər zərfdə bunların bir dənəsi var. Hər zərfdə. Onda cəmi bundan bir dənə götürməlisən ki, cəmi 30 eləməlidir. Deməli 10 azınlıqlar 6 dənə idi. 6 dənədən birini götürməlisən. 20 azınlıqlar da 3 dənə idi. 3 dənədən biri götürməlisən. Şu. Onda burada kombinizon 6-dan 1 6-dır, 3-dən 1 də 3-dür. Burasında 1 olanda özün götür. 28-dən 2 də 2 14 vur 27. Bu da 3-dən 27 9. 6-nı 3-ə böləndə 2, 9-u 3-ə böləndə 3, 2 ilə də 14 7, 21-də 1. Cavab 21-də 1. Əziz şagirdlər, yəni elə eyni saylarda, yəni ümumi obrisi imtahandan eyni saylar. Obrisi imtahandan nə asandır, nə çətindir, yəni eyni saylar. Ümumi analizimizə keçdikcə bu biraz sizi çaşdıra bilərdi, amma topluda işlənilmiş bir sualdır. Sonra bu sual çox asan bir sualdır. Bu sadə bir sual. Bu sistemdir, aydın məsələdir. Ehtimaldır, biraz düşünəndə topluda bunun bənzərləri işlənilibdir sınaqlarda. Bu heç də bu asan məsələ, bu topluda eynisi var. Ətraflar yəni bu qədər asan idi. Bunlara da deməyə söz yoxdur. Yəni nə demişdiksə, necə eləmişdiksə birəbir eynisi düşdü. İnşallah yenə təkrarlayıram son olaraq. Bundan sonra artıq blok artıq buraxılışları bitirdik. Kifayət qədər 25 yazanlarımız olubdur. Yəni paylaşacağıq hamısını. Ümumilikdə 2 imtahanın nəticəsində 20-dən yuxarı şagirdimiz 100% yazdı. 100-dən çox şagirdimiz də 20+ yazıbdır. Hamısını paylaşacağıq bir-bir. İndi nəticələr çıxandan sonra da. Çox bəziləri deyir ki, yalandan deyirsiniz, belə eləyirsiniz. Mən onu sübutla göstərəcəm ki, və hamısında birəbir dərs vaxtı, onlayn dərslərimizdə, əyani dərslərimizdə, sürət qruplarımızda hamısını işləmişdik birəbir. Əziyyətimiz yerdə qalmadı. Təşəkkürlər şagirdlərimə və bundan sonra artıq güclü şəkildə başlayırıq blok sürətlərə. Blok sürət qrupunda da söküb dağıdacağıq. Yəni orada da nəticələrimiz mükəmməl olacaq. Bu nömrəyə yazıb blok sürət qruplarına qoşularaq istifadə edə bilərsiniz. Sağ olun, salamat qalın. Kanala abunə olub yazmağı unutmayın və növbəti videolarda görüşənədək.